STEAM İnnovasiya Mərkəzində Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi tərəfindən Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində həyata keçirilən elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək layihəsinin ilk təlimi keçirilib. Təhsildə rəqəmsallaşma mövzusuna həsr olunan təlimdə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev rəqəmsallaşmanın təhsil sistemində yaratdığı imkanlardan, media nümayəndələrinin bu sahədə bilik və bacarıqlarının artırılmasının vacibliyindən danışıblar. Çıxışlardan sonra tədbir interaktiv müzakirələrlə davam edib. Bugünkü tədbir hörmətli jurnalistlərimiz üçün təşkil olunan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan bir təlimdir. Təlimin əsas mövzusu təhsildə rəqəmsallaşma və bu istiqamətdə görülən işlər və nəzərdə tutulan planların bölüşülməsidir. Eyni zamanda təhsildə hal-hazırda tətbiq etdiyimiz sistemlər üzərində və həllər üzərində qurulan süni intellekt həlləri barəsində də məlumat vermiş olduq. Mən düşünürəm ki, məhz bu sahədə yazan jurnalistlərin bu məsələləri qabartması, bu məsələləri önə çəkməsi, onun faydalı tərəflərini qabartması, mənfi tərəflərin riskləri deyək ki, önə çəkməsi burada daha doğru, düzgün qərarların qəbul olmasına kömək olacaq. Yekunda da təhsilin keyfiyyətinin daha da yüksəlməsi işinə öz töhfəsini verəcək.